Lənkərandan Masallı və Yardımlıya gedən magistral yolun asfalt örtüyü dağılıb. Magistralda dərin çatlar əmələ gəlib. Əsasən də günün axşam saatlarında həmin çalalara düşən nəqliyyat vasitələrinin ehtiyat hissələri sıradan çıxır ki, bu da sürücülərin haqlı narazılığına səbəb olur. Lənkərandan Masallı və Yardımlıya gedən qısa magistral yolun asfalt örtüyü yararsız vəziyyətdədir. Bu vəziyyət daha çox Lənkəran rayonunun Girdəni və Ravul kəndləri arasında müşahidə olunur. Yolun bir hissəsində 4-5 yerdə dərinliyi təqribən 10-15 sm olan çalalar əmələ gəlib. Yollar pis gündədir. Gündə 3-4 dəfə gedir o yana, yollar barfa gündədir. Avtomobillərin çalaya düşməməsi üçün sürücülər düz xətti tapdalayıb əks yola çıxmağa məcbur olurlar ki, bu da qəza riski yaradır. Yəni çox vaxtı düşür, ya təkər partlayır, məndə 2 dəfə olub elə bir hal. Sürücülər deyir ki, tədbir görülməzsə yol daha da bərbad vəziyyətə düşəcək. Bunu barfa eləmək lazımdır, düzəltmə lazımdır, maşın aldan gedir. Yamalar yəni görünmür, su dolu olur, düşsən maşın altı dəyir, təkər partlayır. Məsələ ilə bağlı Lənkəran rayon 48 nömrəli yol istismar idarəsindən bildirildi ki, payız-qış fəslində asfalt beton zavodlar işləmir. Buna görə də sözgedən yolda yaranan çatların doldurulması daxili imkanlar hesabına həyata keçirilir. Biz indi bunu yaxın vaxtlarda, bəlkə də günün lap sabahdan biz bu işi yerinə yetirərik və o çalaları hamısını aradan qaldırarıq. Qeyd edək ki, Lənkəran rayonu üçün 40 km yolların əsaslı təmiri investisiya proqramına salınıb. Vəsait ayrılan kimi yolların əsaslı təmiri işlərinə başlanılacaq. Rövşən Almazoğlu, Fidan Səfərspayiz, xəbər Lənkəran.